Şehin Akademiya, BMT-dəki səfər, hansı dostlar var idi və Camal bu dəqiqə studiyada neynir? Soldakı kamera sizi çəkir, salam. Bilirsiniz ki, Şehin Akademiya olaraq biz Change the World layihəsinin ölkə təmsilçisi artıq 5-ci ildir ki, ölkəmizi beynəlxalq arenada təmsil edirik. Maşallah. Və bu dəfə də biz ümumiyyətlə il ərzində BMT-nin başqa fərqli komitələrində, FAO-da, UNESCO-da, daha sonra Abu Dhabi'də müxtəlif yarışlarda iştirak etmişdik və uğurla ölkəyə qayıtmışdıq və bu bizim üçün final mərhələsi idi və final mərhələmiz BMT-nin baş ofisində New York'da oldu. Və 194 ölkənin yer aldığı bir konferans idi və həmin dünya üzrə 10 əsas avard var idi və 10 əsas avardın ikisini, Azərbaycan yeganə ölkə idi ki, 2 avardın ikisini əsas avardları qazanmışdı və ümumi total olaraq biz 2 komitədə qazandıq. Bir Security Council 1 və eyni zamanda WHO komitəsindən. Bilirsiniz ki, BMT-nin fərqli komitələri və bu dəfə 10 komitə var idi və 10 komitədə yarış gedirdi. Və biz də 10 komitənin 2 komitəsinin əsas avardını qazanır. Qəşəng. Kimlər qazandı onu? Onlar bir avardı qazanan WHO-da Camal Əfəndi və Gəlin tanış olaq Lalə Camal'la. Musayeva idi və Security Council-da Alpay Novruzovdur.